Bəli, qınayan olacaq yenə də məğlubiyyət. Amma nəzərə alaq ki, indi rəqib Haiti deyil, rəqib İslandiya deyil, rəqib Ukrayna deyil, rəqib adlı sanlı, köklü Fransa millisidir. Orada PSG-nin futbolçuları, orada Real Madridin futbolçuları var. Və nəzərə alaq ki, Ayxan Abbasov komandasını doğrudan da döyüşkən hazırlayıb. Müdafiədə oynayırdı. Variant yoxdur. Ən gözəl müdafiə hücumdur. Bizdə doğrudan da hücum yox idi. Sadəcə müdafiə olunurdu. Bacardıları bu qədər idi. Təbrik edirəm darmadağın olmadıqlarına görə. Ayxan Abbasovun da işi görsənir. Nəzərə alaq ki, Santuçun millisi ilə Haiti 3-0 uduzduq, amma Ayxan Abbasovun millisi ilə biz Fransaya, Parisdə 3-0 uduzduq. Görsənir ki, biraz zaman versək, inanıram ki, Ayxan Abbasov millisi uğurlu milli olacaq. Siz nə düşünürsünüz? Cəhdə gözləyirəm.